Hello, bu günlərim gedirəm. Podruqam gəlibdi Almaniyadan, onunla görüşməyə. Belə geyinmişəm. Göstərim tez. Çıxmamışdan əvvəl boş bir saroçka. Bu da ki, hamiləlik şalvarıdır. Xüsusilə belə qarın hissəsi var. Çox da sevmirəm, ona görə də uzun belə nələrsə giyinirəm ki, görünməsin. Nəysə, bunu daha detallı sizə göstərərəm. İndi taksim gəlibdi. Qaçıram taksiyə. Azca yağış yağır, amma hava çox gözəldir, çox gözəl. Gözləyim qızları ya da oturum bilmirəm. Qazelyaya yaxınlaşmışam, Qazelyada görüşmək istəyirdi elə. Könül Targovdadır, Leyla da yoldadır, gəlir, o da elə 2-3 dəqiqəyə çatacaq. Neysə, o vaxta qədər mən biraz buralarda fırlanım. Bakla. Keşə mənim balama hədiyyə alıbdı. Balaşqama. Mənə də hədiyyələr alıb. Bu da mənim vitaminlərimdir. Keşəyə sifariş eləmişdim. Almaniyadan gətirib. Geldi bunları bir dənə açar. Ona da söyləyirəm. Sağ olsun. Onu da babağa gördüm. Çok şirindi. Dedim aldım. Kimin kızı olsa ona vereceğim. Çok şirindi. Anasına gel, balasına gel. En çok onu beğenmiştim. Onu gördü, bir dene kalmışdı işte. Çok şirindi. Bilmirəm, 2 yaşdı yoksa? 2 yaş. 2 yaş, onsuz da demirəm, bir dənə qalmışdı, dedim götürüm. O da, onu alanda da özüm buraya geldim ki, dedim bilim də qız da oğlan. Demiş olmasa bir dənə variant olsun, onun olsun bir dənə. Hoş много. Hoş много. Ne güzel materyal var, çok. Yani. Askeri şey oldu. Как непривычно. Gəldim qızlarla görüşəndən sonra bacım gilə. Ayın bugün 20-sidir. Novruz qonaqlığını burada eləyirik. İndi Murad da gələsidir. Şu otururuq stola. Dedi ki yok. Sonra gördük biz de geldik. Tam böyle gördük. Özüdən dəqiqə alanda. Bir damcı belə eləyir. Dedim birdən xarab olur. Ayşen bunlar yaşlı. Bir de biz yaşlı. Görürsünüz, biz artıq bir əlimizlə həm boz qıra bilirik. Qaralmışdı. Bilərlə bozduram. Bu yaşlı. Ama daha bir yaxşı qoydu. Bax bu yiyibsə bu bunun içi də kürür. Məncə. Qabığı da özü yox. Ben çay. Ben çay. Sizə də verim. Mənimdir bu qaynanam. Yaxşı. Cavan boz. Tamam. Gəldik, çıxdıq evə axır ki, yoruldum, həm də ki, dəhşət köpmüşəm. Ümumiyyətlə, axşamlar yeyib içəndən sonra qarnım bu boyda olur, bir də buna baxın, nə boydadır. Dəhşət böyük olur. Bu arada aldığım bu hamilə şalvarı budur. Niyə sevmirəm hamilə şalvarlarını? Çünki bu rəngləri fərqlənir.
Düzdür, bu yaxşıdır. Seçdiyim ən yaxşı şalvarlardandır. Yəni özü də bozdur, bu da bozdur. Amma cinslərə baxıram, hamısı cinslərin burası adi sadə cins, bu hissəsi gömgöy belə rezinkalı bir şey olur. Mən sevmirəm. Ona görə belə boz rəngini götürmüşəm, bir də qara rəngini götürmüşəm. Ən azından bunlarda çox da bilinmir, yəni. Belə. Səhər duracağım, səhər demək olar ki, düppələm düzdür qarnım. Amma axşamlar nə boyda olur, həm də dəhşət belə bərkir bəzən qarnım. Neysə belə, biraz əynimi dəyişim, rahatlaşım, biraz da video editləyəcəm. Sabahınız xeyir. Dünən demişdim qarnımı göstərəcəm. Görsün necə düzdür. Yəni dünənki qarın hara, indiki hara. İndi heç demək olar ki, heç nə yoxdur, görünmür. Var yenə də təbii ki, amma yəni dünənki kimi deyil. Mən gedirəm səhər yeməyimi yeyim. Bir-iki günə Qəbələyə gedəsiyik deyə. Ona görə də bu düyümü qurtarmağa çalışıram. Səhər də yeyirəm. Bu salat da inanılmaz çox dadlıdır həqiqətən. Ləzzət elədi. Rukola salatı, həm də biraz aziyatski düyü. Qızlar, yeməyimi yedim elədim. İndi hazırlaşıram. Muradla şəhərə çıxmaq istəyirik. Çünki həm hava yaxşıdır. Bu günlərim 15 dərəcə isti olacaq. Həm də ki, şəhər boşdur. Cəmaət gedibdir bayrama, rayona, ora-bura. Ona görə də şəhər yaxşı boşdur. Və istəyirik ki, bu fürsətdən istifadə edək. Biraz gedək, gəzək Muradla. Hava alaq. Şəhərə çıxaq. Bu arada qızlar, saniyə, könlün verdiyi hədiyyələri hələ ki şey eləməmişəm. Qoymamışam yerinə. Könlüm o qədər gözəl pomada alıb ki, o pomadanı sizə göstərmək istəyirəm. Mənə çox yaraşdı deyə düşünürəm. Çox qəşəngdir. Teksturası falan da çox xoşuma gəldi. Belə korичневый rəngi var. Dünənlərim vurmuşam, yoxlamışam. O nə deyir elə? Biraz düzdür, karandaşı belə bura gətirmişəm, amma yenə də karandaşın rənginə biraz oxşuyur. Teksturası falan çox gözəldir. Çox bəyəndim. Qətiyyən yapış-yapış durmur, amma parıldayır, həm də belə blesk vurulmuş kimi görsənir. Çox bəyəndim. İyi də belə kokos iyi kimi, şokolad iyi kimi. Şokolad iyidir. Çox qəşəngdir. Hansı firmadır bu? Essensindir. Burada bizdə satılmırdı, səhv eləmirəmsə, ona görə könül bizə oradan alıbdı. Özünə almışdı, biz də axtarırdıq Leyla ilə burada. Düzdür, başqası da var idi, o da burada satılmırdı. Nə əcəbsə bizdə bilmirəm, hər şey olmur. Avropada təzə-təzə nələrsə çıxır. Bizə gəlib çıxmır. Sağ olsun, o da biz bəyənmişdik deyə hərəmizə gedib dənsini alıb. Belə bir üzüyüm var. Bunu taxacağım. Belə tipoçkalarım əslində görünmür. Yəni, bilmirəm, görünən bir tipoçka taxım ya yox. Taxım da bir dənəsini. Bir tipoçkam var. Sevirəm bunu. Bunu belə taxım, görünsün buradan. Bugün də belə bir şey giyindim. Bu qara da hamiləlik şalvarıdır. Gördüyünüz kimi. Belədir, burası boldur, genişdir. Bu hissəsi də belə klasik şalvar tipindədir. Bunu da sevirəm. Niyə? Çünki bunda qarası görsənmir. Yəni, eyni rəngdədir deyə yaxşıdır. Çıxırıq birazdan. Hazırsan? Always. Dur. Qızlar, yadıma düşdü. Çıxmamışdan əvvəl dərmanımı içəcəm. Femibion 2 almışam. Bir də 3 almışam. Bunu mənə ginekoloqum tövsiyə eləmişdi. Dedi, elə bunu alsan, əlavə heç nə içmək heç yoxdur. Dostlar, mən bilmirəm bunu necə içirlər. Anlamadım. Ayo, anladım deyəsən. Burada oxla işarələnibdir. Birinci gün 2 dənə, ikinci gün, üçüncü gün, dördüncü, beşinci, altıncı belə. Tamam.
2 içmək lazımdır, anladım. Nəysə, gəlmişdik ki, göyə Targovuda gəzək. Dedim, heç kim yoxdur. Tərs kimi bugün o qədər adam var ki, heç... Dedim, gəl içəri şəhərə gedək, hətta biraz içəri şəhərdə gəzə bilək. İçəri şəhər lap dəlixanaymış. Burada bildiyiniz konsert falan olasıdır, nədirsə. Adam əlindən tərpənmək mümkün deyil, yəni. O dərəcədə. Mən də sevinmişdim ki, Cəmaət rayonuna da gedib də biraz şeydir, boşluqdur şəhərdə, gedək gəzək. Sən demə, hamı mənim kimi fikirləşib çıxıb. Hamımız eyni ağıldayıq. Nəysə. Dünənlərim amma həqiqətən də boş idi şəhər. Heç kim yox idi. Elə yaxşı idi ki, yəni dünən yəqin hamı evdə bayramını keçirirdi. Bugünlərim... Bugün də axşamüstü şey olacaq. Nə? Çox alacaq, daha çox olacaq. Ola bilsin. Şəhər də elə probka idi ki, yəni əməli başlı maşınlar da dayanmışdı. Nəysə. Burada bizim sevdiyimiz bir dənə kafe var, Kərvan. Hər il belə yaz-yay aylarında ora gedib çay içirik. Dedim, gəl, istəyirsən gedək çay içək orada. Amma indi o qədər adam var ki, burada inanmıram ki, ora boş olar. Çünki yəni orada da əvvəlcədən belə çox adam olanda orada yəni dolu olur, yer olmur oturmağa. İndi gedək şansımızı bir sınayaq, görək yer var. Gözləyirik, stolu yığışdırsınlar. Çay deyəcəyik özümüzə. Deməli dostlar, mən bu Adidaslarımı qara bilib almışam. Amma heç də qara deyilmiş. Çünki Muradın ayaqqabılarına baxanda görünür ki, mənimkilər göy imiş və mən bunu qara bilib almışam. Evdən çıxanda da yəni qaradır deyə giymişdim. Çıxandan sonra gördüm ki, göy imiş. Günəş işığında. Neyse, evi yoxdur. Valla bugün çıxmağımıza o qədər peşman olduq ki, dəhşətdir, yollar da dəhşətdir. Yollarda o qədər probka var ki, heç bir taksi də gəlmir. Qalmışıq burada. Dəniz çıxır da gedir ay insan. Ay Allah. Neysə, bu şimdi Dəniz vağzalının yanındayıq. Bütün taksilər hamısı burada göstərir, heç bir də gəlmir. Crescent Mall'un qabağına da deyəsən heç icazə vermirlər, taksi girsin. Şimdi qalmışıq yollarda. Tərəfdən görünür. Peşmançılıq. Gəzməkdən yoruldum. Axır bir taksi tapa bildik. Neysə. Sabahınız xeyir. Saat 11 işləyir və mən artıq hazırlaşmışam çünki gedirəm padruqamla görüşməyə. Bu padruqam da Polşada yaşayır. Yalan olmasın, bir 3 il idi ki görmürdüm. Çünki çox gec gəlir. Könüllə yenə ən azından nə bilim ildə bir dəfə də olsa görüşürük. Könül gələndə biraz daha uzun müddətli gəlir. Məsələn 3 həftə və yaxud maksimum yəni 1 ay qala bilir. Amma Samira gələndə cəmi 1 həftə 10 günlük belə gəlir və çox gec gəlir həqiqətən də. Çünki nəsə dokument problemləri var idi. Ona görə də
gedirəm indi onunla görüşməyə. Cəmi bir dəfə görüşə biləcəyik təəssüf ki, amma evi yoxdur ən azından. Yəni 3 ildən sonra da olsa bir dəfə görüşək. Belə indi hazırlaşmışam. Belə tişörtümü geymişəm. Bir də boz şalvarımı geymişəm. Hamiləlik şalvarımı göstərmişdim keçən dəfə. İndi birazdan taksidəyəcəm və gedəcəm.